Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sakinlərlə növbəti səyyar görüşü baş tutub. Birləşmiş Məhəllə ərazisində yerləşən Nəsrəddin Tusi adına 12 nömrəli tam orta məktəbdə keçirilən görüşdə İcra Hakimiyyətinin rəsmiləri, şəhərin müxtəlif idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və sakinlər iştirak edib. Görüş zamanı vətəndaşlar tərəfindən sosial müdafiə, mənzil məişət şəraiti, məşğulluq və digər aktual məsələlərlə bağlı müraciətlər səsləndirilib. Sakinlərin qaldırdığı problemlərin böyük bir hissəsi yerində həll olunub, əlavə araşdırma tələb edən məsələlərlə bağlı isə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilib. Sumqayıt şəhər İcra Hakimiyyəti vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsini, onların problemlərinin həlli istiqamətində operativ addımlar atılmasını prioritet vəzifələrdən biri kimi müəyyənləşdirib. Bu istiqamətdə görülən tədbirlər şəhər sakinlərinin rifahının yüksəldilməsinə və sosial problemlərin həllinə xidmət edir. Elvin Qudratov, Şəmslan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.